Yaxında sizi nə gözləyir? Sizi sevgi yolunda bəzi maneələr gözləyir, lakin uzaqdan gələn xəbər və səfər vəziyyəti dəyişəcək. Bir kişi ilə olan ünsiyyətiniz və müzakirələr nəticəsində həyatınızda arzuladığınız sabitlik və əminamanlıq yaranacaq. Şəxsi işlərinizdə sizdə çətinliklər var idi, yəni duruxmuş vəziyyət idi. Amma indi isə vəziyyət dəyişilir. Xoş, gözəl, yaxşı xəbərlər gözləyin, ya və yaxud da harasa bəlkə uzaq yola çıxacaqsınız, səfərə çıxacaqsınız. Danışıqlar gedəcək. Hansısa konkret sizin işinizlə bağlı olan bir vəziyyətdir bu. Xəbər alandan sonra isə siz sanki arxayınçılıq, öz güvəniniz artacaq və çox gözəl nəticə burada baş verəcək. Stabillik sizi gözləyir hansısa bir sahədə.